Herkese salam olsun kanalımıza. Hoş gelmişsiniz. Ümid edirəm yaxşısınız. İnşallah yaxşı olasınız. Bizdə səhər saat 10'a qalıbdı. 15 dəqiqə işə gedirəm. Hər birinizə buradan ilk öncə sağlıq, ailənizə huzur, süfrələrinizə bərəkət arzulayıram. Sabah artıq nə deyə bilərəm? Allah hər birinizin üzünüzü güldürsün. Yorumlarınızı oxuyuram, çox dəyər verirəm. Ən çox da sizlərdən gələn yorumları tək oxumaq məni həvəsləndirən. Mən demirəm, hər dəfə yaxşı yazın, gözəl yazın. Yox, sadəcə olaraq gördüklərinizi yazın. Görüb bildiklərinizi yazın. Yazın deyirəm, bir mövzuya toxunacam. Bilirəm, yenə başınızı ağırdacam. Ümid edirəm, ağırtmaram. Bir izləyicimin yorumu var idi. Ona bu cür səsləndirmə olaraq cavab verməsəm, artıq görürəm ki, başa düşə bilmir. Mən video paylaşmışdım, depressiya videoma. Altına bir yorum yazmışdı. O yoruma insan kimi mən cavabladım. Yazılı olaraq yorumuna cavab verdim. Mənim yorumuma da bir neçə xanımlar dəstəklədi. Sadəcə olaraq onu demək istəyirəm ki, məni yaxından tanıyırsınızsa da yazın. Demək ki, onda yaxından tanıyan biriymiş yazan. Nəysə, bir də həftənin 6-cı günü yenə yoldaşımla döyüşdüm olan videosunu paylaşmışdım. O videonun altına da yenə eyni yorumu yazdı. Bu eyni yorum yazdığına görə həqiqətən də mənim əsəbləndirdi. Çünki bir dəfə insan kimi ona cavab verdim, yorumuna yorum şəkildə cavab verdim. İndi də ki, yenə təkrar olaraq onu yazıbdı. Nə yazıbdı? Depressiya videomun altına yazmışdı ki, biraz paxıllıq hissin üzə çıxıbdı Eltin ev alandan sonra. Bu nə sözdür? Bu nə qəbdir? Mənim başım çıxmır. Sən məni yaxından tanıyırsanmı? Elə bir kəlmə yazmışsan, ay bacı. Hə? Ya da mənim sağım solumsan, bilmədiyim bir akkauntdan yazmışsan, o sözü yaza bilibsənsə də, Eltin ev alandan sonra belə depressiyaya giribsən, içindəyi olan paxıllıq hissin üzə çıxıbdı. Ayıb deymi, belə yazmaq olarmı? Ya da ki, uzaqdan olan, başqa şəhərdən olan izləyicimsən, elə yazırsansa, haqqıma, günahıma girirsən. Mən sənə yorumuna cavab yazmışdım ki, sənin düşündüyün kimi həyatı boyu heç vaxt olmamışam. Nə də olmaq niyyətində deyiləm. Bu zamana kimsənin paxıllığını çəkməmişəm. Hər şey şükür edib oturmuşam. İndi həftənin 6-cı günü mən paylaşdığım video var idi. Yoldaşımla döyüşdüm videosu. Heç o videonun mövzusuna dəxli yoxdur. Axı sən yenə eyni cümlələri qurubsan. Ailənə söz-söhbət salma, paxıllıq hissin üzə çıxıbdı Eltin ev alandan sonra. Ay bacı, mən bığdan danışıram, sən isə saqqaldan. Heç videonun mövzusu deyil bu. Videonun mövzusu haqqında danışın. Çox xanımlar hamısı düşüncəli oldular, başa düşdülər. Ailədə söz də olur, söhbət də olur, sən düz deyirsən. Düz deyirəm, əlbəttə ki. Bu devir artıq ayaqlayıb gedirlər. Hamı biri-birini əzirlər. Yıxıldı, yıxılana baltalı da yürür, baltasız da. Ona görə xahiş edirəm, gördüklərinizi yazın. Haqqıma, günahıma girməyin. Yəni, yaxşılardan. Sadəcə olaraq yazanlara deyirəm. Hələ o yorumu da bir neçə izləyici girib bəyənibdir. Ayıb döymü? Bəyənirsiniz. Elə məni tanıyırsınızmı, siz bəyənmişsiniz elə yorumu? Məni yaxından tanıyırsınızmı, mənim xarakterimi bilirsinizmə? Mən sadəcə ekran arxasından izlənməklə sən mənim paxıl olduğumu, paxıl olmadığımı hardan bildin? Nə deyim? Mənim sözüm yoxdur daha. Bilirəm deyərsiniz ki, Nərgiz, boş ver. Boş ver getsin, başını elələrlə qarışdır mənə. Elə yox, mən heç kəsin qəlbinə sındırmaq istəmirəm. Heç kəsə pis başa düşməsin.
yorum yazanda deyir, bacı incimə. Eltin ev alandan sonra sənin paxıllıq hissin üzə çıxıbdır, paxıllanırsan. Mən də deyirəm, bacım, mən də sənin yorumuna bu cür səsləndirmə olaraq belə artıq məcburiyyət qaldı ki, cavab verəm. Çünki yazılı bir şəkildə cavab verdim, anlamadım. Gördün, görməməzlikdən mi gəldin? Bilmirəm, ya da görmədin, günahına girənlərim. Ona görə də ki, artıq belə bu cür demək məcburəm. Sən də inciməklə. Yəni, həmişə kimi izləyicimsənsə də iki bacı kimi olaq. Videolarımı izləmək istəyirsənsə, buyur izləyinə. Amma sadəcə xahiş edirəm, gördüyünü yaz. Mən şəxsən qadınlığımdan utandım. Qadınlığımdan utandım, elə yorumu oxudum deyə. Ayıbdır, valla. Ya da sən mənim yaxınımda olan birisən. Sağımda, solumda məni tanıyan birisən, elə yazmaq cürətin olubdur. Uy, bismillah, andır qamaz sərin, dəli oldum. Hər yerdən it qaynayır. Görürsünüz, hərə bir yandan çəkib yeyirlər. Yaxşılardan. İşə gedirdim. İnanın ki, səhər ertə durdum, o yorumu oxudum. Pis oldum, həqiqətən də pis oldum. Ona görə pis oluram ki, o nə sözdür? O nə sözdür? Bax, vallah utandım mən o yorumu oxumaq. O nə sözdür ki, Eltin ev alandan sonra paxıllıq hissini üzə qonubdur, üzə çıxıbdır. Ailənə söz-söhbət salırsan. Ailəmdə mənim söz-söhbət də olar, biz mehribançılıq da olar. Bir saatın içində biz barışdıq. Bunu edə bilməyənlər var. Elə bir ailələr var, aylarla küslü qalırlar. Elə bir kişilər var, hətta tripinə yaxınlaşmaq olmur. Bir trip atıb geri orada durur. Gərək ki, arvad kimə geyib yalvara. Bizdə elə deyil. Bir-birimizi tez başa düşürük, anlayırıq. Sadəcə olaraq mənim dediyim o idi. Mövzumuz da bu idi ki, yoldaşım çox safdır. Yoldaşım istəyər ki, hər kəsə yaxşılıq edər. Bu yaxşılıq etdikcə bundan da istifadə edirlər. Əgər mən də o cür olsam, yıxlanı, baltalı da, baltasız da yürüb əzər valla. Mən də o qədər olsam. Mən demirəm, mən pislik edirəm insanlara, yox, amma göz açıqlıq edirəm. Mənə edənə mən edirəm. Mənə etməyənə mən niyə etməliyəm? Bir etdim, qarşılığını görmədim. 2 etdim, qarşılığını görmədim. Üçüncüdə mənə nə məcburdur ona mən yaxşılıq edəm? Mənə nə məcbur ki, ona mən təkrar olaraq yenə yaxşılıq edəm? Ona görə gözüm açılır. Gözüm açılır, deyirəm ki, etmə. Göz açıq ol biraz. Mənim videoda olan mövzum buydu. Bu mövzu ilə Eltimin evindən nə əlaqəsi var? Mən o videolarda da qeyd etmişdim ki, Aynurə mənim doğma eltim deyil. Bizim aramızda kanal keçir. O kanalın üstündən körpü qurmuşuq, o körpüdən aşıb gedirik biz. Heç düşünmürsünüzmü bu yorumu? Aynurə da izləyir mənim videolarımı, oxuyar, deyər ki, Nərgizin izləyiciləri, baxın, görün, nə yazıbdır. Amma mən silməmişəm, çünki alnımaq, qəlbim təmizdir. Alnımaq, qəlbim təmiz olmasaydı, mən o yorumu silərdim. Onun heç bir yorumu silməmişəm. İstəyirsinizsə də girin videoya, izləyin, oxuyun. Depressiya videosu çəkmişdim. Bir neçə gün bundan qabaq, bir həftə olar məncə. Bir o videonun altına yazmışdılar. Bir də həftənin 6-cı günü paylaşdığım bir video var idi. Yoldaşımla döyüşdüm. O videonun altına yazıbdı. Eyni yorumu. Demək ki, eyni fikirdeymiş bu bacı. Mən oturub bığdan danışıram. Bu da gəlib mənə saqqal yazıbdı. Heç saqqalla bığın bir əlaqəsi də yoxdur. Nəysə bacı. İşə gedirəm. Saat bizdə 10 tamam olur. 10-da işdə olasıyam. İnşallah görüşərik. Görüm nə çəkəcəm, nə çəkməyəcəm. Artıq böyük yola gəldiyimə görə maşınlar burada çox gedir. Bəlkə səsim tam gəlmir. Səsim çatır, çatmır, onu da bilmirəm. Gedək orada görüşərik.
Abid vaxtımız gəldi. Yemək yedim. Bugün bizim burada bir xala var. Qəşəng yemək pişirib. Plov pişirdi. Dədə baba plovu. Qaragöz lobya ilə ən sevdiyimdir. Deyirəm, Allah səni başımızdan əksik etməsin. Anamın yeməklərini xatırlatdın deyirəm mənə. Boşluqdur, elə də işim gücüm çox yoxdur. Gəldim, elə xırda para zakazlar çıxdı, onları verdim. İndi də ki, belə. Biraz soğusun yeməyim, çox istidir. İndi də ki, belə otururam. Yeməyimi yiyib, ondan sonra xırda-xırda görüləsi işlərimi görürəm. Bir o var ki, nə? Bu ilə çox yaxşıdır, nətər yaxşıdır, bilirsiniz mi? Elə çox işi yoxdur. Ona görə, ən çox da elə ona görə götürdüm. Saat 10-dan iş saati başlayır, saat 12-yə tən, birdən olur, 1-ə tən gedir. Bax, iş saati çoxdur, düzü. Amma iş yoxdur, elə deyə bilərim də. Elə oturursan burada, gəl telefona baxırsan, gəl iş varsa da işlərini yola salırsan. Elə ağır, qaç qoy deyəsi bir iş yoxdur. Şükür, olana şükür, bərəkətinə şükür, boş durmağın da yeri deyil. Düzü səhər qalxdım, yaman halım yox idi, yemək bişirəsi idim. Qismət mənə dedi ki, bişirmər, mən axşam tez gəlirəm onsuz da mən hazırlayaram. Amma uşaqların abedi var idi, pürə hazırlamışdı onda qismətdinə. İndi ona yazacaqlar ki, kişi də gəlib yemək bişirir. Yox, bizdə bişirilir. Allah əməyini itirməsin. Mən işdə olsam, bizim körpələrimiz ikimizindir. O gəlib, məndən tez evə gəlirsə də, evdə olanlardan bişirib düşürər. Çox ləzzətli də yemək bişirir. Mən evdə olanda mən bişirirəm. Biri-birimizin qolumuzu belə alırıq. İndi mənə dedi ki, bişirməyinə mən hazırlayacağım. Dedi, narahat olma sən dedi. Ged işinə dedi. Biraz da yat dedi mənə. Mən uşaqları, bu neçə gündür. Oradan gəldi bu. Uşaqları məktəbə yola saldım. Dedi ki, git biraz dedi. Bir yarım saat, 40 dəqiqə yuxunu al dedi. Yat dedi. Narahat olma dedi. Abid da var, axşamı mən hazırlayacağım gəlib. Yoldaşım da yaxında işləyir. Pişkom gedib gəlmək olur. Uşaqları ara-ara gedir yanına, gəlir evə, bax belə. Daha mən də getdim, yuxuladım, durdum, əynimi başımı geyindim, çörəyimi yedim, işə yollandım. İşte də indi gəlib otururam elə. Ya heç bir şey etməmişim, sadəcə də bircə dənə pizza vermişəm. Artıq hələ heç mi etməmişəm, Abid də özü. Şükür, biraz iş olsun, işləyək. Sadəcə olaraq pulu alırıqsa da haqqımızı alaq, əməyimizə qarşılığını alaq. Yoxsa elə heç iş olmasın, boşdan boşa oturaq, duraq, o da düzgünlük deyil. Biz pul götürüb gediriksə də. Haqqımızı alaq, zəhmətimizin haqqını versinlər, gedək. İnşallah axşam olarıq. Belə bacılar, mən yeməyimi yeyim. Siz də göz haqqınızı halal edin. Bir ləzzətdir. Nə qədər vaxtı qaragöz lobya ilə aş pişirməmişdim. Çox süpərdir. Namaz oxumağa gedirəm. Yeməyimi yedim. Administratora dedim, gedim, onlarımı namaz oxuyam. Get dedi. Burada gələn qonaqlar üçün ayrılan belə namazlar var. Ondan götürürəm. Bu tərəfin ışığı sönülüdür. Bu otaqda qılırıq, pastayanlı namazlarımızı. Bir xala da var, o da qılır. Qonaq otağıdır. Bu da belə hazırlanmış otaqdır. Qoyun qapını örtüm. Narahat etməyək heç kəsi.
Belə qonaq otağıdır. Bəzəyi düzəyinə baxın. Qonaqlar üçün hazırlanan otaqdır, amma biz burada qılırıq namazımızı. Ən sakit yerdir bura. Nə gözəl otaqdır da. Gəl, otur ailəncə, dey, gül, qonaqlığını yola ver. Heç kim dəyib dolaşmasın, kiminsə pis sözlərini eşitməyəsən. Belə sakit otağına gir, qapını da ört, işini gücünü gör. Murat. Şu. Bugün işdən 1 saat tez gəldim. Gəldim, ortalığı səliqə səhmana saldım. Kirli qablarımız var idi, onu yudım. Qaz peçin üstü biraz kirlənmişdi, onu da təmizlədim. Yəni bir sözlə səhərə mətbəxdə iş qalmadı. İndi sizlərlə sağollaşım, sağ olun, sağlıqla qalın, Allaha əmanət olun. Belə
bu cür təmiz qoyub yatanda səhər də üzdürəkli gedirəm bacılar işə. Sağ olun, özünüzə yaxşı baxın, Allaha əmanət olun.